insan meymundan mı əmələ gəlib? Meymunun bir növüyük mü biz, yoxsa biz fərqli varlığıq? Təkamül doğrudan mı hələ də sübuta yetirilməyib? Əslində o xoşbəxtlik nə ilə bağlıdır? O qədim travmanı əks etdirir. Mən həmişə demişəm ki, dini mətnlərdə ciddi münasibət eləmək lazımdır. O son tədqiqatlar tam təsdiq edib ki, meymunlarda, yəni ali meymunlarda olan şuur da var, mədəniyyət də var. Bir nöqtədə dayanacaqmı, yoxsa elə bu insanlıq nə qədər var, bir o qədər də gedəcək? Yeni insan tipləri meydana gələcəkmi? Bayaq o dediyimiz şimpanzelər ola bilərmi ki, onlar inkişaf edib bizə 1 milyon il sonra və yaxud da 100 milyon Bu sonra insan növü itəcək. yazaq idi ki, bu sahədə hansısa bir eksperimentlər falan belə şeylər olunubmu? Gen mühəndisliyi ilə falanla. Olunub, artıq da adamı qazmata olmadı ki, ola bilər ki, o tədqiqlər, o təcrübələr nəticəsində 2 dənə irq yaransın. Yəni ali irq və aşağı irq. Təkamül nəzəriyyəsi dinə ziddimi? Niyə görə bunu ateistlər əllərində belə bayraq edirlər? Yəni Allahın varlığını inkar. Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzahatlar kanalında sizi yenidən xoş gördük. Bu gün də biz sizə Mehdi müəllimlə yeni bir veriliş təqdim edəcəyik və bugünkü verilişin mövzusu da çox maraqlıdır. Mövzu antropogenizdir. Antropogeniz, yəni insanın formalaşması prosesi zaman zaman uzun əsrlər ərzində belə deyək, insan var olduğu müddətcə öz yaradılışı haqqında həmişə düşünüb. Müxtəlif bununla bağlı teoriyalar olub, müxtəlif versiyalar olub. Bəzən bu versiyalar dini versiyalar olub, bəziləri isə tamamilə uydurma, məsələn insanların kosmosdan gəlməsi falan belə versiyalar olub. Amma bu günlər biz bu versiyaların elmlə nə dərəcədə uyğun olub olmadığı mövzusunu hörmətli antropoloq Mehdi müəllimlə bu günləri müzakirə edəcəyik. Mehdi müəllim, bir daha sizi xoş gördük. Və Mən də salamlayıram hamınızı. Mən istəyərdim sizə ilk sualımı verim. Sual buydu ki, ümumiyyətcə antropogeniz özü nə deməkdir? Onu siz daha yaxşı izah edin. Çünki mən təbii ki, bu mövzuda o qədər də bilikli adam deyiləm. İstəyərəm sizdən eşidək. Yəni qısa şəkildə antropogeniz özü nə deməkdir? Əgər biz bu sözün etimologiyasına baxsaq, o Yunan sözlərindən əmələ gəlib. Antropos yəni insan, genus yəni əmələ gəlmə, nəsillə törəmə. Başqa sözlə insan növün əmələ gəlməsi prosesidir. Daha dar çərçivədə onu belə demək olar. Yəni bizim növümüzün, bizim növün formalaşmasıdır. Homo sapiens növünün formalaşması daha belə deyək, geniş çərçivədə ümumiyyətlə insanların, yəni homo cinsinin. Bax belə. Mehdi müəllim, belə deyək də 19-cu əsrə qədər yəni ümumiyyətcə elmdə də, hətta elmdə də belə bu fikir dominant idi ki, insan Tanrı tərəfindən yaradılıb. Düzdür, indi qədim Yunan mifologiyası, qədim Yunan elmində, məsələn, səhv etmirəmsə, indi siz məndən daha yaxşı bilərsiniz, Platonun filan fikirləri vardı. Yox, Platonun yox. O adı yadından çıxdı. Yəni o Yunan müəlliflərinin fikirləri vardı ki, insan meymundan əmələ gəlib. Onlar da yəni müşahidələrə əsasən belə bir fikrə gəlirdilər. O ateizmə meyilli olan filosoflar tərəfindən. Və bu fikrin 19-cu əsrdə bu fikir daha da geniş vüsət aldı və belə deyək də Darwin tərəfindən təkamül nəzəriyyəsi ortaya atılandan sonra, yəni o Darwindən qabaq da var idi təbii ki təkamül nəzəriyyəsi, amma o onu daha da inkişaf elətdirdi. Ondan sonra bu fikir get-gedə artıq elmdə əsas teoriya olmağa başladı ki, bəli, insan bir primatdır, primatların bir növüdür. Meymundan əmələ gəlib sözü biraz düzgün deyil, yəni bunu belə demirlər ki, meymundan əmələ gəlib, amma meymunun bir növüdür. Bu barədə istəyərdim sizin fikrinizi alaq. Yəni, insan meymundan mı əmələ gəlib? Meymunun bir növüyük mü biz, yoxsa biz fərqli varlığıq?
Bizim meymunla oxşarlıqlarımız nədir? Fərqli cəhətimiz nədir? Bax bu barədə istəyərdim bu suala cavab verəsiniz. Məşhur İngiliz alimi Darwin sübut eləmişdi ki, insan bir sürü heyvandır. Heyvan sənin atandır. Neyse, o məşhur zarafatı biz əsas götürürsək. Problem nədən ibarət? Yadımda neçə il bundan qabaq mənim həmkarlarım, bunlar belə dindar adamlar idilər. Dedilər ki, Mehdi müəllim, siz bioloqsunuz. Bu nə sözdür? İnsan meymundan əmələ gəlir. Dedim, əlbəttə düzgün sözdür. İnsan meymundan əmələ gəlməyib. Bunlar da belə sakitləşdi. Dedim ki, əlbəttə əmələ gəlməyib, insan özü meymundur. Yəni, bu inkar olunmaz faktdur. Bizdə hər necə deyirlər, bizim bədənimizin quruluşu, bizim etologiyamızın, bizim özünü aparmağını, hər şey sübut edir ki, insan meymundur, özü də meymuna bənzərlərdən birisidir. O bir qrupdur, taksonomik qrupdur. O nöqteyi nəzərdən onun Homininlərin bir növüdür yəni. Hominidlərin bir qrupudur. Hominidlər özləri də insana bənzər meymunlarla olan belə deyək də, xala oğullarıdır, əmi oğlu da olasın. Ancaq burada belə bir an var. İş ondadır ki, insan olduqca sirli növdür. Və bir sıra xüsusiyyətlər var ki, onu çox güclü fərqləndirir başqa növlərdən. Yenə də o fərqlərə baxmayaraq, necə biz o məsələyə baxsaq, hər halda məlum olacaq ki, insan bioloji varlıq kimi o meymundur. Digər tərəfdən, sosial varlıq kimi onda sözsüz ki, xeyli fərqlər var. Xeyli fərqlər var başqa meymunlardan, o daha çox sosial belə deyim, məxluqdur. Onda başqa xüsusiyyətlər də var. Mən hələ o söz demədim ki, insan silli məxluqdur. İnsanda bəzi niyyətli xüsusiyyətlər özlərini göstərir. Yəni ki, ona niyyətini də demək olmaz. Yəni, onda tam inkişaf getmir. Qadınlar çox güclü fərqlidirlər. Qadınlarda, məsələn, ovulyasiya gizlidir. Yəni, başqa, məsələn, məməlilərin nümayəndələrində dişilər axıracan çoxalır. Axıracan çoxalır, sadəcə olaraq onlarda ovulyasiya daha gec baş verir və axırda da onlar belə tələf olur. İnsanda yox, yalnız 40 yaşınacan, ondan sonra menopauza baş verir və ondan sonra artıq daha qadınlar boylu ola bilmir. Yalnız 2 məxluq var yer kürəsində. İnsan, bir də bir balina növü. Onlarda o baş verir, başqalarda yoxdur. Yəni, çox sayılı silli xüsusiyyətlər var insanda ki, onu kifayət qədər unikal məxluq edir. Ancaq digər tərəfdən çox heyvanlarda belə xüsusiyyətlər var. Yaxşı, bəs indi o təkamül nəzəriyyəsinin özü ilə bağlı. Təkamül bəziləri deyir ki, bu faktdır, bəziləri deyir, yox, hələ də nəzəriyyədir, bu sübuta yetirilməyib. Bununla bağlı sizin fikrinizi bilmək istəyirdim ki, yəni bu təkamül doğrudan mı hələ də sübuta yetirilməyib? Yəni bu necə yetirilməyib? Təkamül bilirsiniz ki, hal-hazırda nəzəriyyə kimi o necə var, Newtonun nəzəriyyəsi var, ya başqa bir nəzəriyyə, əsas belə özürlü nəzəriyyələr var. Təkamül belə nəzəriyyələrin sırasındadır. Yəni ki, o qədər sübutlar var təkamülün gedilməsində. Bəs onda bu dinə ziddir ümumiyyətcə? Bu təkamül nəzəriyyəsi dinə ziddirmi? Niyə görə bunu ateistlər əllərində belə bayraq edirlər? Yəni Allahın varlığını inkar mı edir bu təkamül? Heç nə inkar eləmir. Nə inkar edir, nə təsdiqləyir. Sadəcə olaraq basır. Qısaca deyin, yəni mən təbii ki, indi özüm... O, bilirsiniz, vaxtında Friedrich Nietzsche zarafat eləmişdi ki, bütün xalqlar inanırlar ki, o tanrılardan törəyiblər. Yalnız və yalnız bu axmaq insan inanır ki, o meymundan törəyib. Əslində, bu özü gülməli fikirdir. Çünki, məsələn, arxaik insanlar, onlar ibtidai icma quruluşun, belə deyil, o tayfaların o üzvləri. O insanlar, onlar ümumiyyətlə çox da özlərini təbiətdən fərqləndirmirlər. Məsələn, hətta antik dövrdə belə bir fikir var idi ki, kimdir meymunlar? Meymunlar sadəcə olaraq vəhşiləşmiş insanlardır. O qədər də fərq görmürdülər. Hətta gördün ki, insan belə sayırdı ki, qədim dövrlərdə hər şeyin öz qəlbi var. Bilmirəm, ağacın öz qəlbi var, çayın öz qəlbi var. Ola bilər də hər şeydə, hər bir nəsli də çıxarılır hansı bir heyvanlar. Şamanizm idi bu. Kimsə deyir ki, mən aydan törəmişəm, olsa deyir ki, mən bilmirəm, maraldan törəmişəm, bu qarğadan törəyib, o da böyük öz üçün fəxr sayırdı.
Sadəcə olaraq o bilirsiniz, o daha çox orta əsrlərin belə bir izidir. Haçan deyirlər ki, necə insan tam unikal məxluqdur, heç bir oxşarlığı yoxdur, belə o heyvan da ola da bilməz. Çünki heyvanların qəlbləri yoxdur, insanın ise qəlbi var. O daha çox belə deyir, yeni dövrü deyəndə bu bizim bu son 2000 illik o dövrün nişanəsidir. Ondan qabaq antik dövrdə o qədər də insan özünü heyvanat alimindən ayrılmırdı. Belə bir zarafat var, o bir neçə resursda da onu deyirlər. Bir də Hindudan soruşurlar ki, siz nə ilə qidalanırsınız? Bu başlayır sadalamağa da nə ilə qidalanırsınız? Tapir, bilmirəm, meyvələr zaten başqa hindular, yəni sayılır da. Başqa hindular. Maorilarda insanlar ki, yiyirlər, onlara uzun donuzlar yiyirlər. Yenə də o qədər də fərq qoymurlar. Bax, ona görə də Bu nəsə təkamül bəziləri ilə başa düşür ki, güya məsələn deyək də bu atdan tutaq ki maral yarandı, sonra maraldan o birisi yarandı. Yəni budur yoxsa yəni onu bir istəyərdim izləyicilər üçün bir xırdalayaq. Bəziləri onu elə başa düşür ki, güya balıqdan məsələn qurbağa törüyüb, sonra qurbağadan o birisi törüyüb. Bəs onda aralıq varlıqlar, o tutaq ki balıqla qurbağa arasındakı o varlıqlar var, aralıq varlıqlar. Onların qalıqları tapılıbmı indiyə qədər? Mən bildiyimə görə, yəni təkamülün ən zəif yeri odur ki, o aralıq varlıqlar yox, tapılmayıb. Əvvəla belə deyək də, iki dənə nəzəriyyə var təkamüldə. Birisi gradualizm nəzəriyyəsidir. Ən erkən nəzəriyyəsi o nəzəriyyədir Darwin dövründə. Hesab edir ki, məsələn, tutaq ki, hansısa quş tədricən başlayır dəyişməyə, onun qanadları biraz dəyişir, sonra yenə də biraz dəyişir, sonra biraz dəyişir, sonra da bir növ quş başqa növ quşa dönür. El nəzəriyyə, onun gradualizm nəzəriyyəsi var idi, deyirdilər. Sonra isə saltasionizm nəzəriyyəsi inkişaf başladı. O nəzəriyyəyə uyğun dəyişikliklər birdən-birə, yəni ki, zaman nöqteyi-nəzərdən çox qısa müddətdə baş verirlər. Demək olar ki, bilmirəm, 100 illər, 200 illər, çox az müddətdə bir sözlər. Ona görə də faktiki olaraq o aralıq formullar ki var, onlar demək olar ki, ya qalmır, ya az qalır. Ondan başqa da haçan deyirlər ki, aralıq formalar yoxdur. O sözü o adamlar deyirlər ki, onlar sadəcə olaraq pis bilirlər paleontologiyanı, pis bilirlər biologiyanı və sadəcə olaraq onlar şeylə, spekulyasiya məşğul, necə o üzdən Xadun Yahya məşğulluğu da çox ittihamlar yazmışlar. Ancaq şəxsən məndə və başqa peşəkar bioloqlarda yalnız o gülüş hissi oyadırdılar. Var. Əvvəl keçid növləri var. Və az da deyil. Və belə sıralar var ki, elə növlər var ki, olduqca çox sayılı aralıq növlər var. Məsələn, atlarda. Atlarda biz məhz o gradual təkamülü baxa bilirik. Balaca at var idi, ondan sonra biraz daha hündür, sonra daha hündür. Məsələn, orta əsrlərdə hələ orta əsr atları onu az bilirlər ki, onlar bu indiki dövrdə kinolar çəkirlər. O insanlar başa düşmürlər ki, o gülməlidir. Orta əsr atları lap balaca boyluydular. İndiki Orta əsr dövrdə atları balaca idi deyirsiniz. əlbəttə balaca idi. Məsələn, vaxtında, Mesopotamiya vaxtında, Şumer vaxtında atlar belə balaca idi ki, minmək mümkün deyil. Mən bilən onda eşşəklər idi, çox üzr istəyirəm. Yəni uzun qulaqlar. Qatırlar, eşşəkləri, qatırları qoşurdular, arabalara, hərbi arabalara sürürdülər. O çox gülməli hadisə idi. Eşşəyi sürərək təsəvvür edilən səsdən çıxardılar da. Atlar isə balaca idilər. Atlar olduqca balaca idilər. Vaxt keçdikcə neçə əsr keçdi. Seleksiya nəticəsində atların boyu biraz çoxaldı əslində. Ancaq hətta bax belə atlar, balaca boylu atlar, onların da inkişafı nə qədər də vaxt tutdu. Və o gradual nəzəriyyəni baxmaq olur. Bəzi moleküllərdə baxmaq olur. Ancaq belə növlər var ki, onlarda biraz o gradual inkişafı tapmaq müqayisədə biraz azdır. İnsan nöqteyi-nəzərdən nə ilə maraqlıdır? İnsan özündə o qədər çox tədqiqatlar aparılır, o qədər çox tədqiq olunur da, neçə alim ona məşğul olub ki, aralıq növlər tapılıb, fakt olaraq. Yəni, meymunla insan arasında aralıq növlər. Əlbəttə, əlbəttə. Məsələn, Australopitekləri əgər götürsək, onu ilk dəfə, deməli, Raymond Dart onu 30-cu illərdə təsvirləmişdi. Meymun idi. Açan deyirlər ki, Australopitek insan və s. Yox. Sadəcə olaraq adi meymun idi. Bircə onun qəribə xüsusiyyəti vardı, o 2 ayaq üstə gəzirdi. 2 ayaq üstə gəzirdi. 2 ayaq üstə gəzirdi, özdə Johansson... Savanna nəzəriyyəsidir deyəsən. Savanna nəzəriyyəsi idi, bax belə.
Onu tədqiq eləyəndə Johansson öz kitabında onu təsvir edir. Gedib onun deməli tapmışdı onun oynağını, diz oynağını. Qoyanda görmüşdü ki, lap insan bəyə ona oxşayır ki. Sonra getmişdi deməli bir dənə qəbirdən Afrikada. Hələ də böyük o disk eləmişdi onu. Görə çünki öldürə də bilərlər. Götürmüşdü hansısa bir ölmüş adamın disk oynağını. Qoymuşdu bir milyona və təəccüblə görmüşdü ki, tam izinçikdir o ikisi də. Yəni o meymun ona baxmırdı ki, o bu sözün əsl mənasında meymunu idi. Boyu da olduqca balaca idi. Bilmirəm, başı bob idi, softball boyu şeydə ölçüsündə, yəni balaca top ölçüsündə idi başı. Özü boyu 60-70 santimetrdir. Ancaq iki ayaq üstü gezirdi. Müasir insanlar kimi. O köhnə vaxtlarda 20-ci əsrin 20-ci 30-cu illərdə göstərirdi həmişə ilk insan qədər əyri olublar, meymun kimi gezirlər. Yox. Neandertallar və başqa insanlar o Johansson da zarafat eləmişdi ki, dedi ki, məsələn deyir ki, Neandertal insan deyir, girsəydi deyir avtobus. Auditoriya deyir, insanlar biraz baxarlar, deyir ki, biraz qəribə insandır, biraz kobuddur da. Ancaq deyir, Neandertalda problem olmazdı. Onun başında sürə biləcəkdi, o deyir, başqa şeylərdə siz onu öyrədə biləcəydiniz. Ondan qabaq Homo ergaster növü var idi. Ada o olsa girsəydi, əməlli başı cəmaat qorxardı, çəkilərdi salonun o hissəsində. Ondan qabaq isə hansı növü? Homo ergaster. Ondan isə laf qədim növ var idi. Milyon illik demək olar ki, Homo habilis 800 min il, milyona yaxın. O Homo habilis, onu deyirlər, bacarıqlı insan, bəli. Onu daha görsəydilər, deyir, cəmaat deyir, qaçardı, deyir. Şeydən də salondan da. Ancaq yenə də onlar nə qədər də eybəcər görsənsələr də onlar hamısı düppədüz gezirlər. Onlar əyri gezmirlər. Və bütün o növlər bir tərəfdən biz onlara keçid növlər deyə bilərikmi? Bax bu sualı mən verəcəydim sizə. Problem ondan ibarətdir ki, bütün bu növlər demək olmaz ki, onlar bir növ başqa növə dönüb. Yox. Çünki belə zamanı olub ki, yer kürəsində bir neçə növ yaşayır. Hətta belə bir növ var idi, Florensis, Homo florensis, yəni Flores arasında o yaşayırdı. Olduqca balaca boy vardı, onu hobbitlər deyirdilər. Və o demək olar ki, müasir zamana çatmışdı. Yəni ki, müasir tarixi zamana çatmışdı. Bilmirəm, 10 min il bundan qabaq hələ onlar, əgər mən səhvləmirsə, əgər yaddaşım mənə aldatmırsa, hələ onlar var idilər. Bu yaxınlarda yəni ki, onlar itiblər. Hətta rəvayətlər qalmışdı. Bir alim yazmışdı ki, onları bax belə təsvir edirlər ki, belə balaca insanlar yaşayırlar o adada. Problem ondan ibarətdir. Ancaq digər tərəfdən bir neçə növün, daha arxaik növün və daha yeni növün bir yerdə yaşamaq yenə də problemdir. Çünki görürsən ki, bir növdən ola bilər ki, bir qrup inkişaf eləsin, ayrılsın, bir populyasiya ayrılsın, onunla da bərabər köhnə növdə öz mövcudluğunu davam eləsin. Ümumiyyətlə, təkamül prosesi o qədər də adi proses deyil. O, olduqca, belə necə məsəl, olduqca paradoksal prosesdir. Məsələn, təkamül prosesində ona şey deyirlər, Tulka boğazı fenomeni deyirlər, ya da genlərin dreyfləri. Yəni, ona oxşar ki, məsələn, hansı bir populyasiya var, orada bütün insanlar hündür boydur, möhkəmdir, gözəldir, orada da bir dənə balaca boylu kişi var, bir hadisə baş verdi də, bədbaxt hadisi. Hamısı qırıldı, düşmən hücum elədi, sel gəldi, hamısı öldü, bir dənə bu balaca boy qaçdı. Sonra bir dənə də balaca boy qadın tapdı. Beləliklə də bu yeni populyasiyada artıq da bütün insanlar balaca boy. Yəni, düzdür, balaca boylu genlər də onlar o qədər də stabil deyil, hündür boylu genləri kimi də. Mən belə misal gətirdim də. Başqa misal da gətirmək olar. Və artıq da hansısa bir xüsusiyyət keçəcək. Bəziləri mənim dostlarımdan biri zarafat edirdi ki, o vaxtı deyirdi, bizim o qədim əcdadlarımız, bəziləri bu misal gətirirdi ki, bizdə indi bu əyri-əyri insanların sayı çoxdur. Məsələn, misal gətirirdi ki, qədim dövrdə bizim o əsl kişi babalarımız hamısı döyüşüb ölüblər, o qalanlar hamısı o, nətər deyərlər, o yaltaq olanların nəsilləri olub deyənə bugünkü günə də onlar gəlib çıxıb. Yəni bir baxımdan elə Paşda elə siz deyəni, demək olar ki, elə siz deyəni deyir. Yəni biraz gülməli də səslənsə, yenə də o nəzəriyyəni göstərir. Ona baxmayaraq ki, orada əsl insanları əslində bizdən daha balaca boydular, onların sağlamlığı orada da yaxşı deyil idi. Hərçənd ki, sağlamlıqları yaxşı deyildi, nə deməkdir? Məsələn, arxeologiyada belə bir fenomen var. Əgər siz
gözəl, sağlam, dişləri tam cah-bacaq, gənc bir adamı tapılsınız, qızı mı, oğlanı mı? Fikirləşə bilərsiniz ki, buna baxır, heyif ondan da öldü. Sonrası başqa bir skelet tapılsınız. Pis gündə də əlləri, qolları, qışları sınmış, qabırğası sınmış, dişlərin yağısı yox. Yaşı da bilmirəm 50-60-da. İndi adam fikirləşə bilər ki, ikinci adam qeyri-sağlam olub, birincisi sağlam. Yox, əksinə. Belə bir fenomen var. Yəni ki, əgər onun skeleti yaxşı vəziyyətdə deyil, əgər çox saylı onda sınıqlar var, dişləri yoxdur, o bəlkə də o deməkdir ki, o insanın sağlığı əksinə daha yaxşı olub. Nəinki onun o gənc, belə deyək, tələf olmuş, həm bir tayfada yaşayan bir adamın müqayisində. Ona görə də bir həftə deyirəm, bütün bu proseslər o qədər adi deyirlər. Onlar olduqca mürəkkəb proseslərdir. İnsanlar isə onu tam başqa baxırlar da. Onlar, üstəlik həm də Xristian dini, başqa dinlər ona çox pis baxırlar. Və onda Darwinə qarşı çıxış yerində kimsə çıxırdı, deyirdi ki, hə, yaxşı, bu Darwin deyir ki, insan meymundan törəyib. Sonra da əlini uzadırdı bir dənə insana, deyirdi ki, sənin nənən meymundur. O da başlayır istənməyə, hə, necə mənim nənəm meymundur? Yox, təkamül onu demir ki, sənin nənən meymundur. Sənin ulu nənən də meymundur, sənin bilmirəm, əcdadın da meymundur. Sadəcə olaraq İnsanlar onu bilmedi ki, primatlar olduqca qədim taksonomikdir. Belə deyək də, məməllərin arasında ən qədimlərdən birisidir. 90 milyon il olar. 90 milyon il. Yəni ki, o olduqca qədim qrupdur. Primatlar, yəni o vaxtlar təqribən başladılar ayrılmağa başqa qruplardan və onlarda bir neçə dənə onlar hasilədən keçiblər. Meymunlar özləri də artıq da 30 milyon il bundan qabaq onlar başlayırlar ayrılmağa. İnsan özü təqribən 2 milyon il olar. Yox, indi bu ayrılma prosesi... İnsan cinsi özü, homo cinsi 2 milyon azdır. İnsan növü isə 100 min olar. 100 min özü də azdır. 100 min. Yəni homo sapiensi demək istəyirsiniz? Homo sapiens onun belə deyək də daha arxaik formaları Afrikada yaşayanlar 120 min olar. Yox, indi mən belə bir şey soruşum da sizdən. Bu indi mən bunu başa düşdüyüm qədərilə demək istəyirsiniz ki, tutaq ki, məsələn, bir növ o yaşayır, onun hər hansısa bir övladlarından birində bir mutasiya baş verir, tutaq ki, sonra onun da o nəsli davam elədikcə get-gedə dəyişir, o dəyişikliklər də gətirir, tutaq ki, bizim indiki formamıza çıxardır. Bunu demək istəyirsiniz, yoxsa necə? Təkamül bunu demək istəyir də, yoxsa necə? Yox, bilirsiniz, növ ümumiyyətlə anlayışı o qədər mürəkkəb anlayışdır. Məsələn, belə bir fenomen var, əkiz növlər. Yəni, onlar qətiyyən bir-birlərinə fərqlənmir. Siz 2 dənə o növü qoyursunuz, heç fərqi də görməyəcəksiniz. Ancaq onlar müxtəlif ekoloji şeylər tuturlar, nişalar tuturlar. Məsələn, elə növlər var ki, bir dənə quş var ki, ağacın yuxarısında yaşayır. O quş növü var ki, ağacın aşağı hissəsində yaşayır, bağışlayıyorsun. Onlar müxtəlif növlərdir. Ancaq heç bir fərqləri yoxdur. Digər tərəfdən elə növlər ki, var ki, güclü, kifayət qədər bir-birlərinin güclü fərqlərindən qruplar var, populyasiyalar var. Ona baxmayaraq bir növdür. İnsan özündə də biz baxsaq, insanın bəzi populyasiyaları, müxtəlif populyasiyalar bir-birlərini köklü sürətdə çox güclü fərqlənir. Məsələn, negroid irqi, avropoid irqi, güclü fərqlər var. Ona baxmayaraq bir növ çərçivəsində o mövcuddur, bir növ çərçivəsində fəaliyyət göstərir. O qəribə səslənər, hətta o dövrdə 19-cu əsrin rasistləri deyirlər ki, insan deyirlər ki, müxtəlif növlərdir. Hətta belə bir söhbətlər var ki, qaralar da bəlkə də başqa növdür, ancaq vaxt keçici müasir tədqiqatlarda indi genomunu onlar analiz ediblər, baxıblar olan pigmentlərini və icad ediblər ki, ilk insanlar bunlar hamısı qara olur, qara dərili olur. Ancaq biz düşünən, biz zənn edən qaralar olmuyor. Məsələn, orada belə qaralar var idi ki, qara idi, ancaq gözləri göy idi, qara idi, məsələn, belə də güya müxtəlif irqilərin xüsusiyyətləri, onlara xas olan xüsusiyyətlər, o da güya qarışıq idi onlarda. Və qara dəri demək olmaz ki, o başqa növün hansısa bir mövcud olan xüsusiyyət. Əksinə ancaq ağ dəri və sarı saç, qırmızı saç olmayan o xüsusiyyət onlarda var idi. Tam başqa növdür Neandertallar. Bir cins də ancaq başqa növdür, bax görürsünüz. Bugün biz də 6-cı sinif dərsliklərində
belə fikir formalaşdırılır ki, güya bacarıqlı insan, əvvəl bacarıqlı insan yaşayıb, sonra ondan Neandertal insan meydana gəlib, sonra ondan biz, yəni Homo sapiens meydana gəlir. Yəni bu fikir barəsində mən istəyərdim sizin fikrinizi alam. Mənim bildiyimə görə onlar üçü də eyni dövrdə yaşayıblar. Rəqabət nəticəsində bizim ulu babalarımız, yəni yer kürəsində çoxluq təşkil ediblər. Yox, konkret olaraq məsələn əgər biz daha o qədər uzaqlara getməsi Homo habilis lap qədim növdür. Homo erectus ondan sonra olmuşdur da. Əgər konkret olaraq biz baxsaq Neandertal insanlara, Homo neanderthalensis, bizdə Homo sapiens növü. O tam başqa şeylərdir, təkamül cərgələridir. Onlar bir-birlərlə bağlı deyillər. İnsan özü müasir insan Afrikadan gəlir. Müasir insan ümumiyyətlə tropik növdür. Və Yəni ümumi növdən formalaşmış müxtəlif qollardır da, Neandertal və Homo sapiens. onların əcdadları çox qədimdir. Onlar müxtəlif olan şeydir. Demək olmaz ki, birisi obusuna əmlə gəlib. Və demək olmaz ki, məsələn, şeylər, Kramanyonlar əmələ gəlib Neandertaldan və s. belə. Onlar müxtəlif şərəkələrdir. Neandertalların ümumiyyətlə onların strukturları başqa idi. Homo sapiensdən fərqli idi. Onlarda hətta hormonal balans da başqa idi. Onlarda məsələn qadınlarda estrogen çox idi, kişilərdə isə testosteron biraz aşağı idi. Ona görə də onlarda kişilər belə pota idi, qadınlar da belə nəsə kişiyə oxşar bir şey idilər. Ona görə də məsələn Homo sapienslə müqayisə daha az çoxalırdılar. Üstəlik onlarda belə başqa problem var idi. Onlarda qruplar Homo sapienslə müqayisədə daha balaca idi. Onlarda belə deyək də yaxın qohumlar arasında çarpazlaşma daha çox hadisələr baş verirdi və onlarda daha çox onunla bağlı problemlər çıxırdı. Homo sapiensdən onlar qarışıb da bir-birlərindən. Yəni qarışıb az. Qarışıb bir neçə faiz. Denisov da deyəsən, Denisov. Hə, yəni ki, bu iki növ onlar qarışırdı onlar. Denisov mədəniyyətində mən bilən Sibirdə tapılıb. Hə, Denisov mədəniyyətində də o belə faktlar təsdiqlənib, başqa populyasiyalarda, qəribdə olan populyasiya təsdiqlənib. Ancaq yenə də o belə deyək, istisna idi. Adətən bizim əcdadlarımız onları yeyirdi. Yeyirdi? Hə, problemsiz bir, hətta belə bir şey, faciəli bir hasil olub, tapılıb. 7-8 cəsədlərin qalğı tapılıb. Bir ailə idi, Neandertalların ailəsi idi. Bir 7-8 qadın kişi idi, uşaq idi, qalırdılar. O sapienslar gəldilər, onları tapdılar o mağarada, cumdularla, onun üstünə onlar özü yatırdılar, hücum edilər şeylərlə. Onların da silahı axı daha inkişaf eləmiş idi Homo sapienslarda. Onları hücum elədilər. Özdə həm də onlar görünür, yoxulu idi, nə idi? Özdə onlar daha çox sayılıydılar. Hamısını öldürdülər, ondan sonra sözsüz ki, onları tikə-tikə doğradılar. Sümüklərin zadını qızartdılar, yedilər, problemdir. İnsan, Homo sapiens, haşam biz deyirik, bizə həmişə elə gəlir ki, Homo sapiens, o nəsə belə bir, necə məsələn, bu qədər bir alicənab bir məxluqdur. Neandertal isə əksinə, o qəddardır, adam yiyəndir və s. Yox. Bizim əcdadlarımız da problemsiz, özdə mən sizə deyim ki, belə deyək də, yaxşı onun backgroundu olan, yaxşı keçmişi olan adam yiyən bir məxluq idi də, kanibalist bir məxluq idi. Həmişə qədim dövrlərdən başlayaraq bir tayfalar, başqa tayfalar hücum edirdilər, yeyirdilər. Hətta tarixi dövrdə o əks olunub kütləvi kanibalizm. var da, mən bilən James Cook'u da götürüb yeyiblər. Yox, James Cook'u yeməyiblər, o böyük bir əfsanədir. O, belə deyək də, o Tahiti'də onlarda belə bir adət var idi, onlar əti ayrılırlar sümükdən. Ona görə də onlar belə deyirlər, hörmət görək, bunların ətini vermişlər. Bunlar elə bilmişlər ki, onlar bunu yeyiblər. Yox, elə deyildi. Ancaq elə tayfalar var ki, konkret olaraq kütləvi, onlar kanibalizmi, onlar praktikdən keçirirlər. Olub. Yaxşı, Mehdi müəllim, bax bir tərəfdə Neandertal insan, bir tərəfdə Homo sapiens insan da. Yəni biz bildik ki, bu ikisi də eyni vaxtda yaşayıblar. Necə oldu ki, Neandertallar tamamilə məhv oldu, getdi, amma Homo sapienslər qaldı, yəni bu günə kimi gəldi, çıxdı da. Yəni. Bu rəqabətə dözmədi. Təbiət amansızdır. Bu dünya amansızdır. Bu dünyada bir saniyə dayanmayaraq rəqabət gedir. Məsələn, insanlar özləri bir şeyi başa düşmürlər ki, əslində bioloji rəqabət, yaşama uğrunda mübarizə bir saniyə dayanmır. Bu bizim növümüzə də aiddir. Hər növün bir müddət yaşaması var da və o ya hansı bir kataklizmə dözə bilmir, belə deyək, təbiətin çevrilir, iqlim daha pis olur. Onlar fiziki cəhətdən daha güclüydü, bayaq özünüz də dediniz də.
Yox, fiziki cəhətdən daha güclü deyəndə onlar daha soyuq iqlimə uyğunlaşmışdı. Yəni onların boyları daha balaca idi. Onlar daha geniş idilər, belə deyək, daha yaxşı dözürdülər soyuğa. Ancaq da onunla da bərabər bir şey unutmayın ki, axı iqlim daxı bir yerdə qalmadı. İqlim başlayır dəyişməyə. İstiləşmə baş verəndə bir növ başqa növ üzərində üstünlük əldə eləyir və əgər o adamlar ki fikirləşirlər ki, bilmirəm, bu Homo sapiens gəlib hamısını yedi, hamısını qırdı. Yox, belə deyil idi. İqlim dəyişdikcə görürsən ki, başqa bir növ başlayır artıq da onun sayı da azalmağa, görürsən ki, onun populyasiyaları da başlayır parçalanmağa, onun sayı aşağı düşür və görürsən ki, o tədricən vaxt keçir o itir. Elə növlər var ki, heç insanın o qarışmağı da lazımdır. Ancaq məsələn belə növlər var ki, insan onların qırılmasında bilavasitə əsas rol oynayır. Məsələn, harada insan gəlib, Homo sapiens gəlib, orada böyük növ heyvanlar həmişə qırılır. Çünki cumhurlar onları öldürürlər. Komanda şəklində işləyirdilər, daha ağıllı. Bəzi adamlara elə gəlir ki, o necə Homo sapiens belə baxanda, qədim insan, boyu oradadır, böyüdür. Mamut necə öldürə bilir? Problemsiz öldürürdü. Heç o deyirlər, göstərirlər ki, böyük çala qazırlar, atırlar. Yox, o da lazım deyildi ona. Nə çala? Onlarda elə nizələr var idi ki, elə onu atırdılar mahirana. Elə şeylər, onlarda alətlər var idi ki, mamutu da öldürə bilirlər. Pələngi də öldürə bilirdilər, ayını da öldürə bilirdilər. İnsan olduqca təhlükəli məxluqdur. Özdə onu da nəzərə alsaq ki, o satsağaldır, yəni bir dənə yaşamır. Tayfada bir heç olmasa 7-8 dənə kişi var. İnsan isə özü isə artıq da, belə deyək, Neogen vaxtında artıq da birinci dərəcəli yırtıcıya dönmüşdür. Ona mübarizə eləmək onun üçün olduqca çətin idi. Yırtıcılar hələ nəsə pişik kimlər zatlar mübarizə edirlər, ancaq böyük heyvanlar da onları qırırdı. Məsələn, Afrikada atlar var idi, yoxdur. Neynədilər? Yedilər. Şeylər var idi. Neçə quşlar, böyük quşlar vardı, moğa quşlar vardı. Onları da yedilər. Problem deyil, insanlar bir-birlərini də yeyirlər. Belə bir şey, hadisə olmuşdu, təsvir olunmuşdu. Deməli, iki dənə Maori, bir də Mariori tayfaları var idi Yeni Zelandiyada. Bu Mariorilər, onlar deməli, şeylər də, pasifist idilər. Onların mədəniyyətində qəddallıq, adam öldürmək və s. və ilax yoxdur. Maori isə onların şeyləri, şöhrətləri indi də məlumdur. Onlar qəddal olublar, öldürüblər, adam yeyiblər. Onlar aralı yaşayırlar bir-birlərində. Bir gün də bu Maorilər, bunlar Avropalar, bunlar gəmilər zatlar edilmişlər. Minirlər gəmiyə gəlirlər, o adaya düşürlər. Nə olsun, 5-6 ildən sonra orada bir dənə Maori qalmadı. Hamısını tutub yedilər. Qırdılar da onları, bir dənə Maori qalmadı. Onlar da onlara müqavimət gətirə bilmədi. Belə deyirəm də, təbiət, həyat ümumiyyətlə o amansızdır. Yaşamaq onun bazı bir saniyə bir yanmır. O daima davam edir. Dini mətnlərdə insanın torpaqdan yaradılması qeyd olunur. Xüsusən də bu müqəddəs Qurani-Kərimdə. Bunun, yəni belə deyək də, müasir elmdən. Təbii ki, orada da müəyyən simvollar var. Yəni orada Allah danışanda simvolla danışır. Onun məsələn mən bilmək istəyirdim ki, bu müasir bu nəzəriyyələrdə hardasa onunla barışan müəyyən nöqtələr varmı ki, belə deyək də, yəni o antropogenez prosesinin Qurandakı insan yaranması prosesi ilə və yaxud da digər dini mətnlərdəki insanın yaranması prosesi ilə. Xüsusən də mən yəni bu İslamdan danışıram, Qurandan, ən çox da bundan danışıram. Bununla barışan nöqtələri varmı? Müasir elmi nəzəriyyələrinin. Bax, Quranın belə bir xüsusiyyəti var. İş ondadır ki, Quran Tövratdan fərqli olaraq Quranda tam hansısa bir hekayələr göstərilmir, özünüz də bilirsiniz. O daha çox moizədir, o daha çox poetik düşüncələrdir və davranış qaydalardır. Əsas nöqtə Tövratdır. Tövrat özü də hələ belə kitabdır. Tövrat özü qədim Babilistan eposuyla bağlıdır. O özü tarixi kitabdır. Özü çox güclü kitabdır. Tövratın özündə də, Quranın özündə də baxsınız, görəcəksiniz ki, o mifdir. Mif o deməkdir, mif sözü eşidəndə insana həmişə təsvir edir ki, mif o demək ki, yalandır. Yox, mif yalandır. Mif hansısa bir hadisələrin poetik dildə, ibarələrlə yenidən danışılmasıdır. Əgər biz görsək, hər yanda biz belə bir an görəcəyik qədim kitablarda, müqəddəs kitablarda, yəni ki, o tək Allahlıq kitablarında.
həmişə bir şeyə vurğulayırlar. İnsan ondan qabaq xoşbəxt idi, sonra isə nəsə belə bir pis hadisə baş verdi. Bəni Adəm qulaq asmadı Allah Taala'nın buyruğuna və bədbaxt oldu. Onu müəyyən antropoloqlar yaxşı izah eləmişdir o belə deyək də o əfsanəni. Əslində o xoşbəxtlik nə ilə bağlıdır? O qədim travmanı əks etdirir. Qədim bəşəriyyətin travmasını əks etdirir. Nə travmasıdır o? O ovçu cəmiyyətin, o ibtidai icma quruluşunda yaşayan ovçular cəmiyyətinin oturaq və əkinçi həyatı keçməsi travmasını əks etdirən bir prosesdir. Çox maraqlı bir şey həmişə təsvir ediblər antropoloqlar. Onlar qəribə bir şey təsvir ediblər ki, ovçuluqla məşğul olan insanların həyatı xoşbəxt olur. Haşan biz onu təsvir edirik, bizə elə gəlir ki, o qədim dövrdə yaşayan insanlar haqqında əsər yazanda, kino çəkəndə, onlar həmişə olan həyatlarını çox dəhşətli göstərirlər. Onlar bir tərəfdən, bilmirəm, pələng cumur, o tərəfdən dinozavr dalınca qaçır, bilmirəm, nə olur və s. Ancaq əslində o ovçu tayfalarda yaşayan insanlar, onlar əslində çox xoşbəxt həyat yaşayırdılar. Onlar, məsələn, iş nədir bilmirdilər, heç anlamırdılar. O insanlar 1-2 saat gedirdi, nəsə vururdu, quşdan, zatdan vururdu. Onlar hər gün o keçib, bilmirəm, qoyunu vurmurdular ki, götürürlər, bir balcı quş vururlar, ya nəsə edirdilər. Ondan da göbələ ilə, zadla, cürbəcür yeməklərlə qidalanırlar. Nəsə bir əldə edirdilər, yeyirdilər. Qalan vaxt isə nə edirdi insanlar? Keyf edirdi. Oynayırdı, yatırdı, bilmirəm, rəqs edirdi, qaçırdı ora, qaçırdı bura, çimirdi. Yəni, qədim insanların həyatı əslində o keçirdi daima hansısa bir oyunlarda. Onlar hətta özlərini müdafiə edirdilər oyunlarda. Hətta heyvanlarla da mübarizədə oyun formasında olardı o keçirdi. İş nədir? Onlar bilmirdilər. Və onlar torpağa bağlı deyil idilər. Ancaq torpaq əmələ gələndə, oturaq icmalar o əmələ gələndə, əkinci həyat başlayanda insan həmişə onu əks etdirir, o mif ki, o bədbaxt olur. Ne üçün? O müəyyən bilik əldə edir. Belə bir nəzəriyyə var ki, ümumiyyətlə antropologiya belə bir nəzəriyyə var ki, əkinçilik ehtiyacla bağlı deyil birbaşa. Belə bir nəzəriyyə var. Belə bir nəzəriyyə var ki, o dini fenomendir. Və o kütləvi qurban verməklə bağlıdır. Çünki biz baxanda qədim əkinçi tayfaların adət-ənənələrinə biz görürük ki, orada çox saylı insan qurbanları var. Özü kifayət qədər qanlı qurbanlar var. Və bütün bu dinlərdə göstərilir ki, bütün bu biliyə əvəzinə insan bədbaxt oldu. Hətta fikir verin, nə deyilir Tövratda? Sən ki, mənim dediyimi pozdun, o andan bəri bədbaxt olacaqsan. Tər alını silə-silə işləyəcəksən torpaqda və sənin qadının ki, o mənim sözümə qulaq asmadı, o isə yıxılaraq o bir əziyyətlə uşaq doğacaq. Yenə də maraqlı bir fakt. Qədim tayfaların qadınları ağılsız doğulurlar. Onu neçə dəfə təsvir ediblər. Məsələn, Hindu qadınları doğanda keçirlər hansısa bir qırağa kolda, orada 1-5 dağda doğandan sonra özləri gətirirlər uşağı problemsiz. Ancaq əkinci tayfalarda qadınlar adətən doğur böyük əziyyətlə. Yəni, nə demək istəyirəm? Bütün bu dini kitablar onları mif kimi baxmaq lazımdır. Mif mən deyəndə o demək deyil ki, mif yalandır, boş-boş danışırlardır. O, hansısa real hadisələri, qədim travmaları əks etdirir. Olduqca mürəkkəb bir mətndir. Ona görə də mən həmişə demişəm ki, dini mətnlərə ciddi münasibət eləmək lazımdır. Onlar adi mətnlər deyil. Onlar keçmiş dövrlərin, belə deyək, preslənmiş hansısa belə bir bilikləridir. Ancaq problem ondan ibarətdir. Onlar birbaşa axı demirlər. Onlar hansısa bir sözü birbaşa demirlər. Onlar hansısa bir ibarələrlə deyirlər. Və onları anlamaq üçün insan olduqca diqqətli ona yanaşmalıdır. Necə, bax, çox adamlar fikir vermirlər ki, Tövratda məsələn bir tanrı yoxdur, 2 tanrı var. Peki siz onu bilirsiniz. Birinci tanrı Yahveh. Yahveh bilirəm, amma ondan başqa tanrı hansı? Yahveh, birinci tanrı Yahveh, Yahudilərin, belə deyək, qəbilə tayfası. Və hər normal qəbilə tayfası kimi qəddardır, qan içəndir, qan tələb eləyir, deyir ki, öldürün, mənə cavan qızları gətirin, cavan oğlanları gətirin, mən onları öldürəcəyəm, qanlarını içi və s. və ilaxır. Mətnləri hətta
müəyyən dərəcədə qədim Assuriya mətnlərinə oxşayır. O qan içənliyə görə də, o daima qan tələb eləməklərinə görə. Başqa isə Tanrı Elohimdir. Elohim isə Allahdır. Özdə maraqlı odur ki, Elohim candır, yəni tanrılar. Və o Elohim daha çox ərəblərin o Allahına oxşayır. Yəni iki dənə tanrı var. Bir dənə tanrı deyil. Hətta deyirlər ki, iki dənə onun redaktı olub. Biri deyir ki, Yahvist, bir də Elohist. Yəni Tövratı dəyişikliklər də olmuş olabilir. İki dənə müəllif yazıb və həm də onu da başa düşmək lazımdır ki, o bütün müqəddəs kitablar onlar güclü redaksiya uğrayıblar. Onları dəyişdiriblər, başqa sözlər yazıblar. O belə bir söz var. Deyirlər ki, dəyişdirilib məsələn qədim kitablar. Onun özündə də müəyyən fikrin şeyi var da, əsası var. Belə. Amma belə deyək də, mən bir sənədli filmə baxmışdım. Orada göstərilirdi ki, bütün insanların DNK'sı hamısı bir qadın və bir kişi DNK'sından formalaşır. Yəni Y xromosom Adəm və X xromosom Həvva. Düz deyək, onlar bir-birlərindən xeyli aralı, yəni min illərlə fərqli dövrdə yaşayıblar. Həmin o Y xromosom Adəmlə X xromosom Həvva. İndi belə bir sual vermək istəyirdim ki, ümumiyyətcə bu bütün insanların iki fərddən meydana gəlməsi, yəni bu mümkündürmü? Bu necə deyərlər? Belə bir şey təsdiqini tapa bilərmi ümumiyyətcə? O belə bir nəzəriyyə var, onu deyirlər mitoxondrial Həvva. Mitoxondrial Həvva nəzəriyyəsi. Əslində o adamlar ki, onu oxuyurlar, biraz yenə də axıracan anlamırlar o nə deməkdir. O demək deyil ki, bütün bəşəriyyət bir dənə qadından və bir dənə kişidən görəyim. Yox. Hal-hazırda onu müəyyən ediblər ki, ola bilər ki, çox az sayda olan qadın fərdlərdən. Çox az sayda. Kimsə deyir ki, ola bilər ki, bir dənə. Kimsə deyir ki, ola bilər ki, bir neçə dənə. Yəni ki, dəqiq demirlər ki, bir dənə qadından. Biologiyada onu bilmək lazımdır. Tam belə mülahizələr, onlar tam formalaşmır heç vaxt. Çünki nəzəriyyənin özündə də hansı bir lüft var. Dəqiq sizə heç kəs deyə bilməz ki, yox, bir dənə qadın idi. Yox. Ancaq müəyyən edilir ki, ola bilər ki, çox az sayda olan qadınlardan o bəşəriyyət törəsin. Bəlkə də bir dənə də qadından kişi. Kim bilir? Dəqiq deyə bilməz heç kəs onu. Mümkündürmü o? Əlbəttə mümkün. Mümkün olmaz. Çünki yenə də bax belə deyək də, ona şey deyirlər də, mən bir təkrarlayayım, ona Ptolkanın şeyi də boğazı var. O nəzəriyyəni əgər götürsək, doğrudan da ola bilər ki, böyük bir populyasiya çox az sayda bir fərd, hətta ola bilər ki, 2 dənə fərddən törəyə bilər. Prinsipial olaraq o mümkündür, necə deyirlər. Ancaq açan götürürlər, bilirsiniz, onu birbaşa götürürlər, bağlayırlar şeylərə ki, o deməkdir ki, Adəm Həvva var idi və s. Yox, o motiv çox şeylərdə, dini yazılarda təkrar olunur ki, 2 dənə hansısa bir müqəddəs cütlük, hətta görürsən ki, bəzi şeylərdə, miflarda görürsən ki, o cütlükləri tanrılardan törəyiblər. Ona görə də o Friedrich Nietzsche dişxənd demişdi ki, bütün xalqlar, qədim xalqlar inanırlar ki, o tanrılardan törəyiblər ki, yalnız biz görünə qədər biabırçı dövrandır ki, biz inanırıq ki, biz törəmişik meymunlardan. Bax, belə. Bəs yaxşı, elə meymun demişkən, bəs insanların meymunlarla oxşarlıqları nələrdir? Nə mənada? Təbii ki, fiziki olaraq mən demirəm. Genetikasında, davranışlarında hansı oxşarlıqlar var ki, belə deyək də, elm bu qənaətə gəlir ki, biz də bəli, meymunların bir növüyük. Video olaraq mən demirəm, yəni belə görünüş olaraq demirəm. Yox, görünüşü qoyaq daha. Bircə mən onu deyim ki, meymunlarda da, məsələn, şimpanzda 4 dənə qrup qan var. Bəzi antiselləri, şeyləri, anticismciklər götürsə, hətta qanında köçürmək olur. Yəni, ksenotransplantasya mümkündür. Və hətta bonoboda da, məhz bonoboda bir neçə dənə o şeyi götürsən, anticismciyi götürsən, qanı hətta köçürmək də olur. Ksenotransplantasya, uğurlu ksenotransplantasya ümumiyyətlə o nadir haldır. Fiziologiyasına görə insanlar domuzlar yaxındır və meymunlar. O 4 dənə qan qrupu var, köçürmək mümkündür. Ondan başqa genoma əgər baxsaq, məsələn, şimpanzada 98 neçədir, çox yaxındır insana, genomların tərkibinə, genlərin tərkibinə görə.
fizioloji nöqteyi nəzərdən oxşarlıqlar çoxdur. Digər tərəfdən insan bir dəfə deyirəm də, o demək olmaz ki, tam oxşarlıq var. Yəni məsələn cinsi sistemə görə, cinsi sistem deyəndə, yəni ki, cinsiyyətdə çoxalmaqda məsələn şimpanze insana çox oxşuyur. Yəni insan o nöqteyi nəzərdən nədir? O monogam məxluq deyil insan. Açın o sözü deyirlər. Monogam məxluqlar quşlardır. Quşların xeyli hissəsidir və onları doğrudan da necə siz o an müəyyən edə bilirsiniz. Siz əgər görürsünüz ki, o iki dənə quşa fərqləndirmək mümkün deyil onlara və eyni cürdür. Məsələn, o tutuquşlar var. Baxırsan, başa düşə bilmirsən. Orada dişi kimdir, erkeği hansıdır. Yalnız görürsən ki, çoxalma sezonu olanda onda fərqləndirirlər biraz da. Ancaq insanda yox. İnsanda erkek, belə dedik, kişilər qadınlardan biraz böyükdür. Ancaq kritik böyük deyirlər. Biraz onlardan böyüklər, biraz hündürlər, biraz güclüdürlər və s. və ilaxır. Ancaq kritik dərəcədə güclü deyirlər. Ona görə də insanlarda da şimpanzada bir əmələ bir xüsusiyyət var. Onlarda cütlüklər olur, əmələ gəlir. Ancaq uzun müddət davam edir şimpanzada. Ola bilər ki, bir mövsum, ola bilər ki, 2 mövsum. Problem deyil onlarda. İnsanın özündə də o qədim bəşəriyyətdə, məsələn, ibtidai icma quruluşunda, onda məsələn, nikah forması tam başqa format daşıyırdı. Onlarda məsələn, qrup nikahı var idi. Yəni ki, bütün qrupların kişiləri əlaqədə olurdu bir qadınla, başqa qrupa buraxmırdılar. Başqa formalar, cürbəcür formalar, qədim dövrdə müxtəlif nikahın müxtəlif formaları var idi. Demək olmaz ki, təkcə monogam nikah idi. Sonra başqa xüsusiyyətlər də var. Bizdə şuur var axı. Onlarda da varmı o şuur? Mən onu bilmək istəyirəm. Əsas mən gözləyirəm ki, onu deyəsiniz ki, orada şuur, mədəniyyət, belə bir şeylər varmı yəni? Var. Bu bizdə necə yaranıb? Son tədqiqatlar tam təsdiq edib ki, meymunlarda, yəni ali meymunlarda onlar şuur da var, mədəniyyət də var. Şuur da var, mədəniyyət də var. Şuur da var, yəni ki, onlarda şuurun primitiv formaları var. Onlar yəni özlərini anlayırlar. Anlayırlar ki, mənəm. Özünə dərk etmə var primitiv formada, həm də onlarda mədəniyyətlər var. Yəni ki, bir icma meymunlar, onlar məsələn, bilmirəm, meyvəni yuyurlar, başqalar hansısa bir taxtanı düzəldə bilirlər, başqa həmin aləti düzəldə bilir onda şimpanzelər. Var. Primitiv alətdə də onlar düzəldə bilirlər. Onlar sadəcə onlardan daima istifadə edirlər, atırlar, ancaq düzəldə bilirlər. Taxtanı düzəldirlər, daş nəsə düzəldirlər, soxurlar, çıxardılar, qurduzadır. Onlarda o bütün bu xüsusiyyət, özdə onlarda qrup şeyləri var, danış. Onlarda tayfalar arasında belə deyirlər. Tayfalar arasında müharibələr də gedir. Özdə o mühariblər çox qəddar olurlar. Onlar atın qalib gəldi, yeyirlər o rəqiblərini, tuturlar, cumurlar, parçalayırlar. Onlar başqa növ meymunlara da hücum edirlər. Ümumiyyətlə şimpanze belə deyir də, insan baxdıqca şimpanzaya adam bəzən qorxmağa başlayır. Çünki çox oxşuyur. Biz bir-birimizə belə deyir də. Özdə bir dənə antropolog demiş ki, heyf deyir, biz deyir, bu meymunlardan törənmişik. Yəni ki, onlar bizim qohumlarımızı deyir. Deyir, nə biabısı deyir meymunlarla. Doğrudan qəddardırlar, agresivdilər onlar. Daima onlarda. Özdə məhz onlarda şimpanzalar da, onlar demişlər ki, kimdir şimpanza? Şimpanza deyir, anadan gəlmə deyir, onlar deyir, diplomatdırlar. Onların deyir, cəmiyyətində, doğrudan mən də özüm də oxumuşdum, daima intriqalar gedir də. Daima onlar çalışır, bir-birlərini yıxsınlar, birisi yuxarı qalsın, birisini aşağı saldırırlar. Özdə onlar cürbəcür şeylərdən icat şeylərlər, əl atırlar fəndlərə. Onlarda həmişə bir dənə əsas erkek olur, onun da bir neçə dənə ətrafında əsabəsi olur. Həm də o tək o aparmır fəaliyyətini. Onun həmişə müəyyən belə deyək də dişilərlə onun şeyləri olur da, ittifaqları olur, bir neçə dişi onu saxlayır. Dava qılığın başında onlar dişlər də başlayır qışqırmağa, onlar da haray salırlar. Belə də əməlli başlı siyasətçi meymunlar da olan. İnsanlar da çox xüsusiyyətləri götürüblər onlardan. Belə. Amma belə baxanda digər heyvanlarda da siz əgər belə şuur deyirsinizsə, mən bilən itlərdə də şuur var da, o səviyyədə. Yox, təkcə meymunlarda yox. Bir neçə ali növ heyvan var ki, onlarda şuurun primitiv formaları artıq da təsvir olunur. İtlərdə də var da mən bilən. Yoxsa necə? İtlərdə çox zəif. Çox zəif. Ne üçün? Çünki ümumiyyətlə it də pişikdir, başı tupoy məxluqdur, kütdülər onlar. Ne üçün? Çünki əgər biz götürsək adi pişiyi, ev pişiyini və götürsək vəhşi pişiyi, görəcək ki, vəhşi pişiyi o ağıl dəryasıdır. Ev pişiyi isə o nədir, onun nə ağlı var. İt isə götürəndə it uşaq kimi şeydir.
İtin nə ağıllı ola bilər? Canavarda bilirsən nə qədər ağıllı var. Canavarı mən vəhşi təbiəti görmüşəm də, olduqca ağıllı məxluqdur. Hətta mən sizə belə bir gülməli bir söz deyim. Müasir insan ha, bax bu bizim Homo sapiens sapiens. O Homo Cro-Magnon insanlar vardı. Onlar bizdən ağıllıydılar. Əlbəttə ki, onlar o boyda şeyi kəşf ediblər ki, biz indi gəlib bu Ona görə yox, yəni ki, onlarda kognitiv hisslər, onlarda o düşüncə daha çox inkişaf eləmişdi. Onlarda daha çox, onlar təbiətlə ünsiyyətdə olduqlarına görə onlar məcburdur hər saniyə hansısa bir şey eləsinlər də, hansısa bir qərar eləsinlər, nəsə bir şey eləsinlər, mübarizə aparanda onlar cürbəcür alətlərdən istifadə edirlər, təbiətdən bəhrələnirlər. Müasir insan o dərəcədə deyil, müasir insan arı kimi oturub şəhərdə, o öz də indiki dövrdə lap yabıcıdır. Qoyub qabağına notebook, qoyub qabağına smartphone baxır. O kognitiv nöqteyi daha zəifdir. Ona görə deyəsən ki, məsələn, sosial heyvanlar daha ağıllıdır, ancaq tək heyvanlar daha kütdür, o da biraz düzgündür. Çünki sosial əlaqələr, ancaq var ki, vəhşi təbiəti tamamilə başqa ola bilər ki, heyvanlar özlərini aparsın. Bəs yaxşı, indiyə qədər nə qədər klimatik apokalipsis olub? Yəni, necə deyirlər, iqlim dəyişikliyi nəticəsində, yer kürəsində insanlar mövcud olduğu dövrdə neçə dəfə həyat sona çatıb və təzədən meydana gəlib? Belə bir şeylər olubmu ümumiyyətcə? Belə nəzəriyyələr varmı? Məsələn, buz dövründə və ondan sonraki dövrdə. Belə deyək ki, insanların əcdadları bir neçə dənə belə deyək şeydən keçib, krizisdən keçib. Bir neçə dənə krizisdən keçib və birinci kriz onda olub, haçan samanlalar qurulmağa başlayıblar. Samanla qurulmağa başlayıblar. Samanla quruyanda onda artıq da o insanların əcdadları onlar məcbur olublar ağaclardan geri düşsünlər. O təqribən 24 milyon il bundan qabaq olub. Yəni belə deyək də əcdadlar düşüblər ağaclardan və məcbur olublar bipediyə keçməyə, yəni iki əyaqları keçməyə məcbur olublar. Sonra isə başqa bir böyük bir kriz olub, haçan buzluq dövrləri başlayıb. O da bir neçə keçib belə krizislərdən. Bu krizislər özdə təkrar olunub bir neçə dəfə. Son krizis özdə dünən olub. Tutalıb, əgər səhv eləmirsə 18-ci əsrdə. Yəni 12-ci buzluq dövrü. Ha. 12-ci əsrdə başlayıb 18-ci əsrdə bitib. Bitib. Onda 12 yox, 13 başlayır. 13-də başlayıb, bitib 18-də, 17-nin ortalarında zətdə, axırda. Və onda insanlar çox pis həyat keçirirdilər. Özdə o buzlaqlıq dövr başlayanda Asiyadan taun da gəlmişdi. Taun gəlməklə də güclü zərbə oldu insanlara, soğuqlar başladı. Onda məhsullar azaldı, kütləvi qırğınlar başladı, kütləvi müharibələr başladı. Onda tam hər şey dəyişmişdi. Hətta mən sizə deyim ki, Azərbaycanın özündə, Bakı şəhərində onda Xəzər dənizi çəkilmişdi. Çünki buzlar əmələ gəlmişdi şimalda və suyun həcmi azalmışdı. Əgər bizə elə gəlir ki, biz hansısa belə bir dəhşətli krizis dövründə yaşayırıq. Krizislər daimə gedir. Bir krizis başqasını əvəz eləyir. Həyat ümumiyyətlə belə bir şeydir ki, burada düşünmək lazım deyil ki, mən bunu yaşayacağım, nə qədər istəyirəm və heç bir krizislə qarşılaşmayacağım. Həmişə bu və ya digər krizislər baş verirlər. Və bizim yer kürəmiz özü də böyük krizislərdən keçib. Hələ mən sizə deyim ki, o krizislər o qədər dəhşətli kriz deyil. Məsələn, Perm krizisi var idi, Perm dövrü var idi. Perm dövrünün sonunda Mezozoy başlayanda da, Mezozoydan qabaq belə kriz baş vermişdi ki, 98, bilməm, 96%, neçə faiz bütün növlər itmişdi, məhv olmuşdu, yer üzündən silinmişdi. Dəhşətli bir krizis idi. Elə krizis var idi ki, yer kürəsi tam buza dönürdü, elə krizis olurdu. Özdə ən maraqlı odur ki, indi çox vaxt deyirlər ki, antropogen təsiri var təbiətə. O krizislərdə heç bir insan yox idi, insan da lazımdır. İnsansız bu krizislər baş verirdi. Yəni gəlin razılaşaq ki, bütün bunların hamısını idarə edən var da. Yəni bu krizisdən sonra yenidən həyat formalaşırsa, yenidən yer kürəsi canlılarla dolursa, deməli bunu idarə edən var da.
bu sahədə artıq barışmalıdır bu məncə elm dinlə ki, yəni mənim fikrimcə. Necə onu Yəni bu Hayır. siz deyirsiniz ki, Perm dövrünün sonunda, Mezozoya başlayan dövrdə yer kürəsində həyat yoxa çıxıb və bu bir neçə dəfə olub. Bir dəfə də Yura dövrünün sonunda səhv etmirəmsə də bu asteroid gəlib yerə çırpılanda onda da eyni şey olub. Və əgər həyat yer kürəsində sıfırlanıb sonra təzədən bir də meydana gəlibsə, deməli bütün bunların hamısını idarə edən var da. Yox, gəlin belə danışaq da. Burada belə bir məsələ var. İş ondadır ki, hər peşəkar alim sizə belə bir söz deyəcək. O deyəcək ki, haşan siz ona soruşursınuz ki, Allah var ya Allah yoxdur da, o sizə cavab verəcək ki, mənliydir. Hə. Həqiqətən. Yəni deməyəcək ki, o bilirsə ki, o axmaq adamlar başlayırlar ki, qışqırmağa ki, yo Allah yoxdur, mən elmə əl atıram, mən elmlə məşğul olam və səni sübutləyəcəm ki, Allah yoxdur, Allah Taala yoxdur. Peşəkar alim deyəcək ki, Blaise Pascal ondan soruşanda qoymuşdu deyəsən kralın qabağında öz nəzəriyyəsini. O da baxmışdı, vərəqləmişdi, demişdi ki, mən baxdım sizin kitabınıza, ancaq sizdə axı o da tanrı ideyası yoxdur. Deyir, əla həzrət kral deyir, mən deyir, belə deyir, nəzəriyyə deyir, heç bir ehtiyacım yoxdur. Ona görə də onu demirdi ki, yəni təhqir deməsidir və s. İş onda ki, elm elə suallara cavab vermir. Bilmək lazımdır ki, elmin öz limitləri var. Yəni ki, elə suallar var ki, elm ona cavab verir, elə suallar var ki, Prosesin özünü görür. Yox, o ümumiyyətlə ona məşğul olmur. Yəni ki, bilirsiniz, elm nədir? Elm kauzal, həqiqətin kauzal davranmasıdır. Yəni, o nə deməkdir kauzal davranması? Yəni ki, nəsə bir hadisə baş verir, mən onu təsvir edirəm. Amma niyə baş verir, necə oldu onu bilmiyorum. Yox, mən o hadisələrdən xarici mən çıxmıram. Mən Allah var, Allah yoxdur, bilmirəm. Mələklər var, yoxdur. Elm ümumiyyətlə onunla məşğul olmur. O elmin düzdür, bir şey də var. Qədim dövrlərdə elm ümumiyyətlə dindən törəyir. O çox kədərli, çox müasir şeylər üçün, ateistlər üçün bir haldır ki, onlara həmişə kədərlidir. Necə dindən törəyir? Bəli, dindən törəyir. Ümumiyyətlə dini şeylə, düşüncə ilə çox sıx bağlıdır elm. Qəribə odur ki, o sıx bağlılığı çox adamlar hissləmir. İş ondadır ki, elmdə belə bir xüsusiyyət var. Elm kritik solipsizmdir. O nə deməkdir? Elm deyir ki, bax sən neysə görürsən, gün şərqdən qalxır, bilmirəm, yer belədir. O elə deyil. O başqa dünya var, bilmirəm, axirət dünyası var, Allah Taala var, mələklər var və s. Elm özü də eyni şeydir. Sən günəşə baxırsan, o demək deyil ki, o hadisə o mıxla vurulub göylərə, ya bilmirəm, bu şeydir, masadır, onun içində atomları var. Yəni ki, biz gördüyümüz şey, sən öz gözünlə baxırsan, o demək deyil ki, 100% odur. Ola bilər ki, o tamamilə başqa bir şey olsun. O maraqlı bir körpü var ki, elmi bağlayır dinlə. Ancaq da onunla da bərabər onu başa düşmək lazım ki, qədim dövrdə din heç vaxt elmə qarşı çıxış eləmədi. Din özü müstəqil inkişaf eləyirdi və müstəqil inkişaf eləyərək də elmi də inkişaf elətdirirdi. Çünki onda elm dinə qarşı çıxış eləmirdi. O fərq olub, o mülahizə olub dinlə elm arasında, o artıq daha yeni və ən yeni dövrdə yaranıb, haşan başqa din çıxıb ortalığa. Onu adamlar unudurlar. İndiki ateist, ümumiyyətlə mən həmişə belə bir söz deyim ki, ateist yoxdur. Ateist nə deməkdir? Mən ateist bilmirəm ateist nə deməkdir. Sən gəldin deyir ki, Allah yoxdur. O Bulgakovun əsərini bilmirəm, siz eşitmişsiniz. Yox, Bulgakovun əsərində deməli, Master və Margarita'da. İndi iblis gəlir, 2 dənə ateisti görür də. Bunlar da başlayırlar sübut eləməyə ki, Allah yoxdur da. İndi iblis çaşıb qalırdı. Deyir, necə yoxdur? Deyir, yoxdur Allah. Deyir, yoxdur. Deyir, yoxdur da. Deyir, iblis də yoxdur. Deyir, iblis də yoxdur. Bu da başlayır bilməyir ki, ay deyir, a kişi deyir. Sən deyir, neydən deyir, toxunasa heç nə yoxdur. Allah yoxdur, iblis yoxdur, o yoxdur, bu yoxdur. Onlar problem ondan ibarət ki, bütün bu ateistlər o sözü deyəndə, onlar bir şey anlamırlar ki, əslində ateizm yoxdur. Çünki ateist gəlir, deyir ki, Allah yoxdur, sonra nə? Yaxşı, dedin də, canı sağ olsun, yoxdur. Əslində onların başqa dinləri var. Ateist onu maskiravat edir. Belə də şey deyir, maskalandırır. O belə deyir, o insanpərəstlikdir. Onlar Allahı itələyirlər, əstəğfurullah, öz taxtını onun yerinə insan otuzdururlar
və deyirlər ki, o da bizim yeni tanrımız, gəlin biz ona biz ona qibtə eləyik. O insan da nəyə görə o insanpərəst idi? Çünki o müəyyən dərəcədə o tanrıdır da yeni tanrıdır. Həm də onlar qibtə eləyirlər materiya. Maraqlı odur ki, o materiya qibtə eləyirlər, o gülməli addımlar ata bilərlər. Məsələn, Stalin dövründə belə bir alim var idi, üzdən-dıraq alim, Lepişinski. O sübut eləyirdi ki, o spontaneous generation, yəni özdən özünə həyatın əmlə gəlməsi. Götürürdü akvariumu, dırnağından çirkabı götürürdü, tökürdü akvarium içinə. Oradan güya bakteriyalar çıxırdı, sübut eləyirdi ki, bax görürsünüz, həyat yarandı. Yəni Aristotelin nəzəriyyəsini təkrarlayır. Adam gülməyə gəlir. Ancaq yenə də dərindən baxanda görür ki, o özü də hələ belə əmlə gəlmir. Çünki əgər insan materiya inanırsa, o əlbəttə sübut eləməyə çalışacaq ki, bəli, materiya həyatda yarada bilər, materiya nəslisində eləyə bilər. Əgər o insanpərəstdirsə, o bəli deyəcək ki, insan əlbəttə o ali məxluqdur, o bütün şeyi fəth eləyə bilər, bəşəriyyəti fəth eləyə bilər, o bütün şeyi, kainatı fəth eləyə bilər. Ancaq yenə də problem ondan ibarətdir ki, o nəzəriyyə də axı çox fəlsəfəçilər o nəzəriyyələri gülərlər. Deyərlər ki, sən kimə qibtə eləyirsən? İnsana çox belə qəribə nəzəriyyədir. Materiya qibtə eləyirsən, qibtə eləyirlər. Mən son suallarımı vermək istəyirəm sizə. Mehdi müəllim, bu antropogenez prosesi ümumiyyətcə hara gedir? Elm bu barədə nə deyir? Yəni, bu proses milyon illər bundan əvvəldən başlayıb, hələ də gedir təbii ki. Yəni, elm bunun sonunu harda görür? Bu bir nöqtədə dayanacaqmı, yoxsa elə bu insanlıq nə qədər var, bir o qədər də gedəcək? Yeni insan tipləri meydana gələcəkmi? Bayaq o dediyiniz şimpanzelər ola bilərmi ki, onlar inkişaf edib bizə 1 milyon il sonra və yaxud da 100 milyon sonra... insan növü itəcək. O labıddır. Bir müddət keçəndən sonra bu növ olmayacaq. Kimsə düşünür ki, biz axırıncı şeyəcən yaşayacaq. Yox. İnsan hər bir növ bir müddət yaşayırsa da gedir də. Yəni bəşəriyyət o özü də yer kürəsindən itəcək. Başqa söhbətdir ki, ola bilər ki, bir növün yerinə başqa növ gəlsin. Yəni ki, ona müasir dövrdə bir elmi nəzəriyyə var. Onlar özləri insanları inkişaf etdirmək istəyirlər. Yəni ki, insan özü özünü yaratsın. Növbəti sualım o olacaq idi. Növbəti sualım elə o olacaq idi ki, bu sahədə hansısa bir eksperimentlər falan belə şeylər olunubmu? Gen mühəndisliyi ilə falanla. Olunub, artıq da adamı qazmata salırlar. Əkiz qız uşaqları var idi, onların genomunu redaktör elədi, Çin alimi idi, onu tutdular, qazmata basdılar. Necə? O vaxtda biraz ətraflı danışın, o nədir? O götürdü, deməli, 2 dənə əkiz qızları idi, onların deməli yumurta hüceyrələrində genləri şeylədi, redaktör elədi və QİÇS-ə qarşı AIDS. O xəstəlik ona qarşı onlarda davamlılıq hansısa bir şeylər, mexanizmi yaratdı, genlərini nəsə oldu, şeyləri köçürdü, nəsə redaktör elədi və qızlar sağlam da oldular, Allah'a şükür, ancaq onu əgər səhv eləməsə onu tutdular. Çünki hal-hazırda insan üzərində eksperimentlər qadağan olunub, insanların klonlaşması qadağan olunub, insanların genlərinin bax belə redaktör olunması qadağan olunub. Ancaq mən sizə belə bir söz deyim də, indi o bioetikada belə bir bioetika çox şey mülahizələr apara bilər, ancaq həyat belədir. Əgər nəsə eləmək mümkündürsə, insan bunu eləyəcək. Yəni, genləri redaktör eləmək mümkündürsə, tezi gecə redaktör eləyəcəklər. Əgər insan, bilirsiniz, o nüvə silahını icad elədi, deməli icad eləməli. Əgər icad edib, deməli tezi gecə onu tətbiq edəcək, tətbiq edəcək, icad eləyən ki. Sadəcə olaraq əsas problem nədən ibarətdir? İnsan biraz idraklı olmalıdır. Başa düşməlidir ki, bəzi eksperimentlər pis qutara bilər. Məsələn, belə bir professor var idi, Professor Ivanov. Olduqca avantürist insan idi. Komediya, onu hətta Bulgakov öz əsərində lağa qoymuşdu, o Ivanovu. Bu Ivanov, bunda belə bir ideya yaranmışdı. Gəl, mən meymunu insanla çağdaşlaşdırım. Onu da soruşmaq istəyirdim. O 20-ci illərdə o Professor Ivanov var idi. Gelmişdi Afrikaya. Özü də Sovet dövründə maraqlı o ki, totalitar rejim var. Onlar çox vaxt görürsən ki, bax belə sərsəm
şeyləri, təcrübələri dəstəkləyirlər. Heç də alına da bilməzdi, çünki xromosomların sayı fərqlənir insanda və meymuna bənzər insan. Yəni belə bir təcrübə keçirilmişdi. Ondan da fantastik təcrübələri var idi. Keçirilirdi. Hələ bilirsiniz ki, indi keçirilmir. Mən əminəm ki, indi də müəyyən təcrübələr ola bilər ki, keçirilir. Mən zəmanət verə bilmərəm ki, elə təcrübələr keçirilmir. Ancaq mən sizə bir dəfə deyirəm, əmin ola bilərsiniz. Əgər CRISPR icad olunubsa, əgər didaktik icad olunubsa, tezi, geci o təcrübələr aparacaq. Başqa bir söz var, onda böyük bir təhlükə var və qorxulmadı ki, ola bilər ki, o təcrübələr nəticəsində 2 dənə irq yaransın. Yəni, ali irq və aşağı irq, ali insanlar, aşağı insanlar, o da daha çox futuristika aiddir, o daha çox nəsə bir fantastika aiddir. Ancaq təəssüflər olsun ki, biz görürük ki, bu həyatı görürük ki, fantastikada həyat keçir. Bəli. Çox təşəkkür edirəm Mehdi müəllim. Əslində mən demişdim ki, qısa vaxt ayıraq, amma o qədər maraqlı veriliş oldu ki, verilişimiz yəni çox maraqlı söhbətlər oldu və əminəm ki, tamaşaçıların da xoşuna gəldi. Mən istəyərdim ki, belə verilişlərin sayı çox olsun, sizin də vaxtınız olduqca. Mənə də çox maraqlı oldu. Bəli, və izləyicilərə də onu bildirmək istəyirəm ki, belə verilişlərin davamını görmək istəyirsinizsə, kanala abunə olun və bu verilişi də öz yoldaşlarınızla paylaşın ki, onların da belə verilişlərdən xəbəri olsun və inşallah növbəti həftələrdə yeni verilişlərlə qarşınızda olacağıq. Sağ olun, növbəti görüşlərə qədər. Sağ olun.